Deməli, lavaşı belə qoyursunuz. Digərində onun üzərinə belə əlavə eləyirsiniz. Çox maraqlı və ləzzətli, uşaqlar üçün yemək paylaşıram. Biraz qatlayırsınız. Bunu buradan belə, belə. Bu hissəni də belə biraz. 2 ədəd əlavə eləyirəm. Üzərinə biraz duz və biraz paprika. Üzərinə Holland pendiri. Sonra baxın, bunu biraz belə eləyirəm, qaldırıb yayılsın. Baxın, bu şəkildə. Çox dadlı olur. Görünüşünə də baxın. Mütləq siz də uşaqlara hazırlayın bundan. Həm faydalı və evdə tez bazar hazırlaya biləcəyiniz rahat fast foodlardan biridir. Biri var faydasız fast food, bu faydalı fast fooddur.